Salam, bugün biz rəqəmsal dünyanı hərəkətə gətirən o gizli oyun planlarına, yəni e-biznes modellərinə baş vuracaq. Gəlin, onlayn nəhənglərin uğur sirlərini birlikdə öyrənək. Hər gün istifadə etdiyimiz o platformalar var ha? Heç fikirləşmisiniz, onların pərdə arxasında hansı strategiyalar dayanır? Onların uğurunun açarı məhz düzgün seçilmiş biznes modelidir. Gəlin bu sirri birlikdə açaq. Əslində, hər şey göründüyündən daha sadədir. E-biznes modeli bir şirkətin onlayn dünyada necə pul qazanacağını və müştərilərini necə məmnun edəcəyini göstərən bir yol xəritəsidir. Buna onların uğur üçün hazırladığı xüsusi bir resept də deyə bilərik. Yaxşı, gəlin ən təməl, ən fundamental sualdan başlayaq. Bu şirkətlər onlayn mühitdə pullarını necə qazanır? Bunun üçün əsasən 4 fərqli yanaşma var. Başlayaq ən klassik, ən çox bildiyimiz modeldən – məhsul satışı. Bu, əslində hamımızın tanıdığı o klassik ticarətin birbaşa rəqəmsal dünyaya köçürülməsidir. Burada prinsip çox bəsitdir. Məhsulu onlayn satırsan və pul qazanırsan. Rəqəmsal platformaların gözəlliyi də elə budur ki, bütün bu prosesi inanılmaz dərəcədə sürətləndirir və fiziki bir mağazanın o böyük xərclərini demək olar ki, aradan qaldırır. İndi isə keçə getdikcə daha da populyarlaşan və artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilən bir modelə – abunəliyə. Baxın, Spotify-da musiqi dinləyərkən və ya Microsoft 365 istifadə edərkən siz əslində bu modelin bir parçası olursunuz. Şirkətlər üçün bu model möhtəşəmdir. Niyə? Çünki onlara hər ay sabit, proqnozlaşdırıla bilən bir gəlir təmin edir və sizin də uzun müddətli əlaqə qurmağa imkan verir. Yaxşı, bəs istifadə etdiyimiz o qədər pulsuz xidmət var. Onlar necə pul qazanır? Cavab məhz bu modeldə gizlənib. Və məhz burada işin rəngi tamamilə dəyişir. Facebook və Instagram kimi platformalar bizi pulsuz xidmət göstərir. Çünki onların əsas müştərisi biz deyilik, reklam verənlərdir. Başqa sözlə desək, onların satdığı əsas məhsul elə bizim diqqətimizdir. Nə qədər çox aktiv istifadəçi varsa, bir o qədər çox gəlirlər deməkdir. Amma elə şirkətlər də var ki, sadəcə məhsul satmaqla kifayətlənmir. Onlar satışdan sonra da bizə dəyər təklif edərək əlavə gəlir mənbələri yaradırlar. Təsəvvür edin, bir e-ticarət saytı sizə sadəcə bir telefon satmır, həm də onun üçün sürətli çatdırılma, quraşdırma və ya premium texniki dəstək kimi əlavə xidmətlər təklif edir. Bu, necə deyərlər, bir daşla iki quş vurmaq kimidir. Həm müştəri məmnuniyyəti artır, həm də yeni gəlir mənbəyi yaranır. Yaxşı, pul qazanmağın yollarını anladıq. Amma gəlin indi daha dərin bir suala cavab axtaraq. Şirkətlər müştəriləri cəlb etmək üçün onlara əslində nə vəd edir? Yəni, necə pul qazanmaqdan, niyə müştərilərin məhz onları seçdiyinə keçirik? Baxın, burada iki tamamilə fərqli fəlsəfə var. Bəzi şirkətlər bütün diqqətini məhsulun özünə yönəldir. Onun nə qədər yaxşı, sürətli və ya funksional olduğuna. Digərləri isə deyir ki, məhsul bir yana, əsas məsələ sizin təcrübənizdir. Xidmətin nə qədər asan, fərdi və rahat olmasıdır. Və bir də var üçüncü, daha geniş bir yanaşma, ekosistem yaratmaq. Burada şirkət sizə sadəcə bir məhsul təklif etmir. O, başqalarının da üzərində öz bizneslərini qura biləcəyi bütöv bir platforma yaradır. Ən bariz nümunə Apple-ın App Store-udur. Yaxşı, bu qədər nəzəriyyə kifayətdir. Gəlin indi bütün bu modellərin real həyatda hamımızın tanıdığı o nəhəng şirkətlər tərəfindən necə iç-içə istifadə olunduğuna baxaq. Bax, bu cədvəl əslində hər şey yerinə oturdur. Fikir verin, Amazon həm milyonlarla məhsul satır, həm də möhtəşəm çatdırılma xidməti təklif edir. Spotify isə tamamilə fərdi musiqi təcrübəsi vəd edən bir xidmətdir. Facebooka gəldikdə isə o reklamdan pul qazansa da, onun əsas dəyəri təkcə dostları yox, həm də milyonlarla kiçik biznesi öz müştəriləri ilə birləşdirən nəhəng bir ekosistem yaratmasıdır. Yaxşı, bəs bütün bu modelləri bilmək bizim üçün niyə vacibdir? Bu məsələ sadəcə maraqlı bir fakt deyil, əslində bu bilik çox güclü bir strateji alətdir. Bir şirkət öz biznes modelini aydın şəkildə anlayanda, qərarlarını daha sistemli şəkildə qəbul edə bilir, pulunu və işçi qüvvəsini düzgün istiqamətə yönləndirir, rəqiblərindən fərqlənir və nəticədə doğru müştərilərə çata bilir. Bu sadəcə bir plan deyil, bu uğura aparan bir bələdçidir. Yekun olaraq deyə bilərik ki, bir şirkətin biznes modelini dərk etmək, əslində onun bütün strategiyasının, bütün DNT-sinin nə olduğunu anlamaq deməkdir. Bu, onların niyə mövcud olduğunun və necə uğur qazanmağı planlaşdırdıqlarının ən təməl izahıdır. Bəs siz nə düşünürsünüz? Texnologiya bu qədər sürətlə inkişaf etdikcə bizi hansı yeni və innovativ biznes modelləri gözləyir? Gələcəyin Amazonu və ya Spotify-ı hansı plan üzərində qurulacaq? Düşünürəm, bu barədə düşünməyə həqiqətən dəyər.